Az önce karşıma bir video çıktı ve bu videoda bir gazi yoldaşımız hərbiçi dostunun başına gelen bir meseləni işıqlandırdı. Məsələ nədən ibarətdir? Hərbiçi qardaşımız Şərur MTK-dan, yəni Şərurlu İsfəndiyardan 9.000 manatı üçün ödəniş edərək aylıq ödənişlər etmək şərti ilə ev alır və 3 ay aylıq ödəniş ödəyir. Aylıq ödənişi ödədikdən sonra 2 gün altı bazara düşdüyünə görə Şərur MTK bizim hərbiçi yoldaşımıza 20.000 manat cərimə yazır. Qazi yoldaşımız düşünür ki, bunu eşidən qazi yoldaşımız düşünür ki, Şərurlu İsfəndiyar haqqında güclü reklamlar gedir, güya qazilərə ev verir, güya az təminatlı ailələrə dəstək olur. Hətta bilirsiniz ki, bu yaxınlarda bir millət vəkilinin qızına canı yandı, ona yaşamaq üçün bir il təmənnasız yaşamaq üçün ona bir ev verdi. Düşünür ki, həm bu 2 gün ərzində olan 20.000 manat cərimə həm absurddur, yəni ağla sığmazdır, həm də qanunsuzdur, həm də Şərurlu İsfəndiyar bunu etməz və onlar qəbula gedirlər. Şərurlu İsfəndiyar alır sənəti, belə baxır və orada nəyisə üstünə xətt çəkir, nəsə yazır. Bunlar da sənəti oxumadan sevincəyə düşürlər, çıxırlar ki, yəqin düzəltdi. Gəlirlər maliyyəyə ki, bəs Şərurlu İsfəndiyar müəllim bizim ödənişi məsələmizi həll elədi, 20.000 manat cəriməni pozdu, aylıq ödənişimizi deyin ödəyək. Xanım baxır, deyir, qardaş, siz nə danışırsınız? Şərurlu İsfəndiyar sizə sürpriz edib, 20.000 ödənişi 25.000 manat edib. Bu da Şərurlu İsfəndiyarın sözdə qazilərə, hərbiçilərə olduğu, dəstək olduğu diqqət və qayğı.